43 min manata 2 sotda ağla işləməklə olan bir 3 otaqlı evimizin təqdimata gəlmişik. Sağ-sol tərəfdə əkinçin yerlər nəzərdə tutub. Evin qapısı birbaşa məhəlləyə açılır. Yəni geniş məhəllədir. Yerləşmə yeri Məxməri çay evindən qabağa Dostlar kafesinin yanında. Arxaya da keçid var. Ev harısı 9-un 12-13 səbra belə bir ölçüdür. Təmirindən yüngül iş qalıb. Yer stipoldu, bax koridor, sanitar qovşağı, mətbəx stipoldu, otaqlar poldu. Kollektor sistemimiz də burada yığılıb. Girdik solda sanitar qovşağı, qoşa daşından tikilib, ən əsas onu deyim. Bax burada mətbəximiz harca 4,5-ın 3-ə ölçüdür. Pəncərələr öz həyətinə baxır. Burada bir otaq 5-in 5,5-ın 3-ə. Haradasa 5-in 3-ə ikinci otağı tok sistemidir, alçıpandır, kombi sistemi, hamısı kollektor yığılıb. Bu da qonaq otağıdır. Bax belə. Harasa 6-nın 3,5-a, 3-ə bax belə. Dekorla da yığılıb, yəni bəzəkli yığılıbdır. Kombi sistemi çəkilib, yenə qeyd edirəm, yer stipoldu. Qiymət 43 min, işıq sərğacı var, su var, qaz yoxdur. Məxməri çay evinin yanında.